Bir dənə hədis oxuyum sizə, çox qəşəng hədisdir. Hədislər hamısı qəşəngdir, bu da xüsusilə bu mövzu ilə bağlı. Buyurur ki, bir nəfər sənə hörmət eləmədi. Halbuki eləməli idi. Boynuna haqq qoymuşdun. Adamlar var ki, boynuna haqq qoyub da birinin. Çox, məsələn, ona zəhmət çəkib, xidmət edib. Deyib, bu sənin qədri bilmədisə, Allah sənin qabağına başqalarını çıxardar ki, onlara heç bir yaxşılıq eləməmsən, bunun elədiyindən neçə qat artıq sənə hörmət edirlər. Bu qədər nizam, intizam dəqiqdir. Allah dəqiq tənzimləyir hər şey. Birinə xidmət eləmsən, ömrünü qoymusan, xidmətində dayanmısan, qədri bilmədi, nankörlük elədi. Heç xidmət eləmədiyin adamlar ondan artıq sənə ehtiram edəcəklər. İnanın buna diqqət eləsəz, mən həyatımda görmüşəm. Siz də diqqət eləsəz görərsiniz. Hamımız az çox bundan qarşılaşmışıq.